Tələbələr tez-tez soruşur ki, müəllim, biz Magistr 4 jurnalından necə istifadə edəcəyik? Magistr 4 jurnalı gördüyünüz kimi bu jurnalda əsasən hər bir universitetin həmən ixtisas üzrə neçə plan yer ayırdığına baxa bilirik və bir də hər bir universitetin ödənişinə biz bu jurnaldan baxırıq. Amma burada məsələ budur ki, bu da indi 2025-ci il üçün yeni formada nəşr olunacaq, çap olunacaq. Biz ondan istifadə edəcəyik. Amma sizə mənim tövsiyəm, siz o yeni jurnaldan istifadə edəndə bu köhnə jurnala da baxmağınız lazımdır. Bəzi hallarda niyə? Məsəl üçün deyək ki, mən nə bilim, birinci proqram üzrə Bakı Dövlət Universitetində məsəl üçün bu ixtisası seçərəm. Mən bundan niyə köhnəsinə baxıram? Bunun nə rolu var desəniz, mən baxıram görürəm ki, məsəl üçün o 2024-cü ildə burada 2 yer ayrılıb. Amma indi son çap olunacaq jurnalda baxıb görürəm ki, məsəl üçün orada deyək ki, 15 yer ayrılıb. Deməli, o zaman bu ixtisas üzrə balların düşmə ehtimalı var. Yəni bu müqayisəndə biz buradan artıq baxaraq bilərik ki, keçən ilki jurnaldan baxaraq plan yerinin artıb və ya artmadığını baxıb bilmək olar. Ona görə də təkcə elə bu ilki yerlərə yox, həmçinin keçən ilki jurnaldan da baxmağınız məsləhətdir. Həm də ödənişlər sizə maraqlıdırsa, ödənişlərə də baxa bilərsiniz ki, hansı universitetdə ödəniş nə qədərdir, plan yeri azalıbmı, artıbmı və s. Bir də bəzən burada tələbələr məndən soruşur ki, bəs müəllim, ballar üçün olan jurnal bu il üçün çıxacaqmı? Ballar üçün olan jurnal xeyr, çıxmayacaq. Siz keçən ilin ballarından istifadə etməli olacaqsınız. Ballar üçün jurnal siz ixtisas seçimini edib bitirdikdən sonra sizin seçimləriniz əsasında yeni ballar formalaşacaq. Ona görə də öncədən bu ilki ballara baxmaq mümkün deyil. Siz keçən ilki ballara baxıb onlardan istifadə edəcəksiniz.